Baş prokurorluqda Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsin idarə heyətinin sabiq sədri Bəhruz Əskərova cinayət işi açılıb və barəsində həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 179.4-cü mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə 313-cü vəzifə saxtakarlığı maddələri ilə ittiham irəli sürülüb. Cinayət işi araşdırılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində icraata verilib. Məlumatda qeyd edilir ki, Naxçıvanda adı çəkilən agentliyə 16 il ərzində rəhbərlik etmiş Əskərov 22 fevral 2025-ci ildə vəzifəsindən azad edilib. Ona qarşı irəli sürülən ittihamlar 2018-2023-cü illəri əhatə edir. Bu müddətdə dövlətin xüsusilə külli miqdarda 5 milyon manatdan çox vəsaitini ələ keçirdiyi bildirilir. Əlavə edək ki, həmin dövrün bir ili Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin vəzifədə olduğu dövrə düşür. Yeni Sabah məlumat verir ki, az politikaya daxil olan məlumata görə Fuad Nəcəfli bu iş üzrə istintaka cəlb edilib. Mənbə iddia edir ki, bundan əlavə Nəcəfli başqa bir cinayət işi üzrə korrupsiya, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərində də ifadə verib. Qeyd edilir ki, iş üzrə epizodlardan biri NMR taxıl fondundan 6,5 milyon manat dəyərində taxılın qanunsuz olaraq AREF şirkətinə verilməsi ilə bağlıdır. Bu əməliyyatdan əldə edilən vəsaitin keçmiş səlahiyyətli nümayəndə tərəfindən mənimsənildiyi iddia olunur. Mənbə, Fuad Nəcəflinin vəzifədə olduğu dövrdə davranışı, dövlət rəsmiləri ilə işgüzar münasibəti haqqında da informasiya verib. Qeyd olunur ki, o, tutduğu posta tamamilə uyğunsuz kadr olub, yerli nazirlərə, komitə sədrlərinə, deputatlara qarşı məmur etikasından kənar münasibət sərgiləyib. Onlara qarşı tez-tez alçaldıcı, təhqiramiz hərəkətlərə yol verib. Əldə olunan çoxsaylı məlumatlar F. Nəcəfli kimi tamamilə yararsız kadrın belə yüksək posta təqdimatını verənlərin cəsarətinə həsəd yaradır.